Bu ilin yanvar ayında Azərbaycandan Özbəkistana 65, Türkiyəyə 30 baş diri ətli at ixrac edilib. Yanavaz.com xəbər verir ki, Özbəkistana ixrac edilən birbaş atın orta gömrük dəyəri $200, Türkiyəyə ixrac edilən birbaş atın orta gömrük dəyəri isə $270 olub. Məlumat üçün bildirək ki, Azərbaycan ötən ilin eyni dövründə Türkiyəyə $244-dan 9 baş diri at ixrac edib. Açıqlanan məlumatlardan da göründüyü kimi, ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayında diri at ixracı 10 dəfədən çox artıb. Onu da qeyd edək ki, Azərbaycanda diri at ixracına ilk dəfə 2016-cı ildə başlanılıb və bu ilin fevral ayının əvvəlinə kimi 22.914 baş diri at satılıb.